Salam əziz izləyicilər. Sizi Potensialist podkastının növbəti buraxılışına salamlayıram. Bugünkü mövzumuz çox maraqlı olacaqdır. Qadın və kişi tanışlığını müzakirə edəcəyik. Onlayn tətbiqlər üzərindən canlı Azərbaycanlılarla, qeyri-Azərbaycanlılarla biz bu tənhalıq epidemiyasından nə edə bilərik? Müzakirə mövzumuz bugün. Bugünkü qonağım Günay Gözəlovadır. Bizim Günayla tarixçəmiz 2012 aparır, səhv etmirəmsə. İqtisadi dərslərimi birinci dəfə, video dərslərimi birinci dəfə hazırlayanda Günay kömək etmişdi. Ondan sonra Günay uzun il 2015-ci ildən səhv etmirəmsə də Avstraliyaya köçmüsüz. 2014-cü ildən. 2014-cü ildən Avstraliyaya köçübdü və Avstraliyada macəralar yaşayıbdı. Həm təhsil, həm işlə bağlı. Yəni bu perspektivdə macəraları digərlərini bilmirəm, danışacaq, danışmayacaqdı. Tanışlıqdır mövzumuzda, yəni fokusu ona yönəldəcəyik. Ona yönəldəcəyik. Günay özlüyündə səhv etmirəmsə subaysınız Günay xanım. Hazırda subayım. Subaysınız. Və bir maraq mövzunuz da məhz bu münasibət və tanışlıqlardır. Bəli. Hardan bunu bilirəm? Hardasa bir il öncə siz hətta mənə Aryan Tarabanın The Value of Others kitabını məsləhət gördünüz. Mən o kitabı çox bəyəndim. Çünki düşəm kişi tərəfindən kişilər üçün yaxşı izah olunmuş bir kitabdır. Düşəm qadınların əksəriyyəti bunu bəyənməz, amma Bəli, Aryan Tarabanın yeni başlayanda YouTube kanalına ona qarşı çox böyük narazıçılıqlar oldu, xüsusən də qadınlar tərəfindən. Mən özüm də ilk dəfə ona qulaq asanda confrontational filmdə, yəni ki, belə birdən-birə düzgün gəlmədi. Bu da kognitiv dissonans kimidir. Yəni bildiklərin və eşidirsən məntiqə uyğun gəlir, ancaq hisslərə uyğun gəlmir. Və onu mən əslində mənim eksim məsləhət görmüşdü və bizim ayrılıqdan sonra mənə çox təsir eləmişdi o kitab və kitab yox, birinci kanala baxma və kitabını oxuyandan sonra da mən özüm də iqtisadiyyat oxumuşam. Bizim də öncəki praktimiz iqtisadiyyat üzərindədir. İqtisadiyyat maraqlı elmdir və onun münasibətlərə təsirini görmək və münasibətlər haqqında fikir yönətmək çox maraqlı gəldi. Məntiqli gəldi. Bir çox suallarıma cavab tapa bildim. Suallar yenə də çoxdur, ancaq mənim üçün elə bir ki, başlanğıc nöqtəsi oldu. Dating economics, buna deyək, tanışlıq iqtisadiyyatı. Tanışlıq iqtisadiyyatı. Görürsüz ki, mən tanışlığı iqtisadiyyata bağlamıram. Məndən fərqli olaraq digər insanlar da bunu edə bilirlər. Aryan Tarabanın kitabını oxuyanda həddindən artıq çox tranzaksional kimi görsənirdi. Sən mənə, mən ona və hər bir şey hansısa bir razılaşma, danışıqlar əsasında baş verəndir. Xüsusən onun kitabının əvvəlində o münasibət bazarını, hətta belə adlandırır da bunu. Bir pirsə bənzədir, hardakı porta bənzədir, hardakı sərnişinlər var, bir də gəmilər var və gəmi kapitanları var. Mən düşünürəm, həmin o hissə dünyanın ən yaxşı feminizm testidir. Niyə görə? Mən izah edeyim izləyicilər üçün. Təsəvvür edin ki, münasibət bir pirsdir, portdur, hardakı gəmilər var və sərnişinlər var. Sərnişinlər harasa getmək istəyir və gəminin də öz yolu var, həmin o gəminin kapitanı var və onun da bir düşüncəsi var, o hara getmək istəyir. Onlar məhz portda, pirsdə söhbət etməyə başlayırlar. Sərnişin deyir ki, mən filan yerə gedirəm, sən hara gedirsən, ya da kapitan deyir ki, mən filan yerə gedirəm, sən hara gedirsən. Yol üst-üstə düşürsə, sonra növbəti mərhələyə keçirlər. Yəni bu kapitanın səriştəsi nədir? Bacarıqlıdırmı, bacarıqsızdırmı? Sonra baxırlar gəminin texniki xarakteristikalarına. Gəmi böyükdür, balacadır, həmin o uzun yola ya da qısa yola gedə bilir və gedə bilmir. Və mən bu hekayəni sizə danışdıqca, mən kapitan deyəndə siz kişini mi düşündünüz və sərnişin deyəndə qadını düşündünüz, onda siz feminist deyirsinizsə, yaxşı xəbərim var. Çünki adətən bu hekayəni danışanda mən əvvəlcədən gender rollarını qoymuram, kapitan kimdir, sərnişin kimdir, amma insanların beynində öz-özlüyündə formalaşır. Yəni ki, mən bu hekayəni danışmıram, sərnişin hamı qadın görür, kapitan hamı kişi görür. Sizin perspektiviniz nədir? Qadın kapitan ola bilirmi?
okey, mən birinci bu dissonansı adres eləmək istəyirəm ki, yəni mənim də ağlıma ilk də gələn oldu ki, kişi, qadın indiyə kimi də məsələn həkim bunun araşdırmaları aparılır ki, biz xüsusi rolları kişi rolu ilə əlaqələndiririk. Çünki belə görmüşük, bu artıq bizim şüur altında oturan bəzi mövzulardır. Ancaq şüurumuzu işlətmək insan təbiətinin vacib hissəsidir. Yəni ki, biz görürük ki, həkim qadınlar da var, həkim kapitanlar da var. O demək deyil ki, biz məsələn feminist deyilik. Əgər onu canlandırdıqsa biz feminist deyilik demək, yəni feminizm bir ideologiyadır. Hər şey dünyada əslində çox bir şey ideologiyadır və ideologiyanı oxuyub ona məntiqlə yanaşmaq mümkündür ki, həmin bu ideologiya əslində bu mühitdə doğru həyata gələ bilər. Ola bilsin ki, mənim daxili aləmimdə bu da münasibətləri çox vacibdir. Məsələn, mən də romantikaya inanıram, romantikanı sevirəm, amma romantikanın fantaziya ilə çox üstə düşən nöqtəsi var. Yəni praktikada romantika praktik bir münasibətlər praktik deyil. Tarabanın da adres elədiyi əsas sahələrdən romantikanın münasibətinə ayrılmaq. Əgər münasibət kimi görürəmsə, mən buna yaxınlaşıramsa, kişinin kapitan kimi lider rolu oynamağı onun kompetens səriştəsindən asılı bir şeydir. Yəni o rolu yaxşı ifadə eləyə bilirsə, kapitan olmalıdır. Ancaq əgər iki insan bir yerə gəlirsə və qadın kapitan rolunu daha yaxşı cari eləyə bilirsə, o niyə kapitan olmasın? Bilirsiniz niyə olmasın? Çünki bu onu xoşbəxt etməyəcəkdir. Siz dediniz ki, feminizmdə bir sosial konstruktur, ideologiyadır, patriarxal sistemdə bir ideologiyadır, kapitalizm, hər bir şey bir ideologiyadır. Mən düşünürəm, yeganə ideologiya olmayan nədir? Vaxtın sınağından keçmiş ideyalar. Onlar artıq ideologiya deyil, onlar real işləyən mexanizmlərdir. Əgər 200 min il ərzində qadın kapitan olmağı onu xoşbəxt etməyibsə, yəni ki, 200 min ərzində qadınlar nə vaxtsa gedib gəmi qurub və kişi sərnişin daşıya bilərdi də. Yəni ki, 200 min il vaxtınız vardı da buna nail olmaq üçün də. Əgər 200 min il ərzində siz bunu etmək istəməmisiniz. Söhbət bacarıqdan getmir də. Əgər bacarıq vaxtın sınağından keçirsə, deməli o bacarıq olaraq formalaşır. Əgər bunu bacarmamısa, deməli bu alınmır da öz-özlüyündə. Mənim bu solçu ideologiyasının fundamental problemim nədir? Biz onu gördük son 25 ildə, xüsusilə və ümumiyyətlə 70-ci ildən ki, bir balaca bir qrup deyək ki, elm adamımı, siyasi xadimimi düşünür ki, biz bütün insanlardan daha ağıllıyıq və biz qərar verməliyik, düzgün nədir, düzgün nə deyil. Yəni, insanlar bilmirlər əslində düzgün nədir, biz onların yerinə qərar verməliyik. Və biz bunu iqtisadiyyatda görürük, mərkəzi banklardan tutmuş mərkəzləşmiş idarə etmə sistemləri. Biz bunu hardasa aristokratiya kimi özünü təqdim edən filosoflarda, fikir liderlərdə görürük. Simone de Beauvoir'ı götürək, hansı ki deyirdi ki, qadına biz seçim azadlığı verməməliyik və ümumiyyətlə bu gender ayrıdır, cins ayrıdır. Bütün bu söhbətlər sırf solçu ideologiyasına gəlir. Onlar özlərini hamıdan ağıllı hesab edirlər, düşünürlər ki, onlar insanları yönəltməlidirlər. Mən daha çox Hayekçiyəm, yəni ki, biləm ki, biliklər paylaşılıbdır milyonlarla insan arasında və biz onlara azadlıq verdiyi üçün onlar özləri öz yolunu tapmalıdırlar. Yəni ki, heç bir hökumət insanların yataq otağına girməməlidir də, yəni ki, plus minus bu istiqamətdə. Və buna görə və mən bu hekayəni danışanda sizi niyə görə qadın kapitan ola bilmir? Gəlin sizə fərdiləşdirək bu sualı. Siz münasibətdə kapitan olmaq istərdinizmi? Okey, sualdan əvvəl çoxlu məqamlara toxundunuz. İndi hansını birinci adres eləyim? Məsələn, birinci adres eləmək istəyirəm. Solçular yaxınlaşırsınız. Solçular sol prinsipi özü dəyişən bir prinsipdir. Yəni bu liberal, demokrat, Labour, işçi qüvvəsi bunlar ayrı-ayrı partiya üzvləridir və zamanın tələbinə uyğun formalaşan, PR məqsədli, yönümlü ideologiyalar olur. Yəni feminizm yaranmayıb ki, solçuları təmsil etsin. Solçular feminizmin ideyalarını götürüb özlərini kütlə yığmağa çalışırlar. Bu demək deyil ki, feminizm səhvdir.
Çünki solçuların çox fərqli şəkildə ayrı-ayrı sahələri seçə bilərlər ki, bir paket hazırlayıb cəmiyyətə təqdim eləsinlər və solçular əgər bir ideyasına razılaşmırsa, o demək deyil ki, belə deyək də, əgər yəni ideal olmaya bilər. Yəni ona görə mən iki tərəfli, yəni dualizm deyirəm. Bu konservativ olsun və yaxud da solçu olsun, onlar hansını seçməli? Nə var ki, onda bir ideologiya. Məsələn, mən konservativdə bəyəndiyim dəyərlər də var. Xüsusən də vergi sisteminin aşağı salması. Məsələn, mən onu dəstəkləyirəm. Ancaq mən onların dinə qarşı bağlılığını dəstəkləmirəm. Yəni indi mən hansıyam, sağçıyam yoxsa solçuyam? O gəlir çıxır şəxsi seçimlərə. Şəxsi seçimlər necə formalaşır? Sənin doğulduğun ailə, sənin sosio-ekonomik vəziyyətin, sənin təhsil səviyyən, sənin sonradan yaran maraqların, yəni bir insan konsepti qruplarla əvvəllər kateqoriyalaşdırırdıq kişi, qadın. İndi kişi, qadın da rolu dəyişir, kişi, qadın da istəkləri dəyişir. Çünki zaman dəyişir. Siz qeyd elədiniz ki, 200 min illik sınanmış bir sistem. Onda yeni çıxan sistemlər, məsələn, telefon, bilirik ki, telefonun faydaları, ziyanları da çox ola bilər. O deməkdir ki, telefon səhv sistemdir. O insan onu necə istifadə eləyir? Biz insan prinsipini, iqtisadiyyat da insan prinsipindən qurulan. Telefon texnologiyadır da. Bu insan münasibəti deyil, bu ideologiya deyil, bu ideya öz-özlüyündə deyil. Bu sadəcə alətdir, kommunikasiya alətidir. Siz razıdınız ki, texnologiya, online dating dillərdə necə böyük şəkildə insan münasibətlərinə təsir göstərir? Çünki koordinasiya problemini həll etməyə çalışır. Yəni texnologiyanı həyatdan, cəmiyyətdən ayrı tutmaq müasir dövrdə yanlış hərəkət. Çünki texnologiyanın çox böyük, indi süni intellekt dövrünə yaxınlaşırıq. Böyük şəkildə insanların münasibətlərinə, qərarlarına təsir edir. Biz məncə texnologiyanı kənar tutmamalıyıq. Zamanla dəyişikliklər əslində texnoloji inkişafdan gəlir. Bu evlilik sistemi deyirsiniz ki, 200 minlik yoxlanmış sistemdir. Bu yaranıb agriculture, kənd təsərrüfatı, məişət ehtiyacından yaranıb. Ondan əvvəlki sistem nə olub? Kənd təsərrüfatından əvvəl. İbtidai icma quruluşu olubdu da, yəni ki, gəzin, nomad, köçəri tayfalar. Sübut olunub ki, antropologiyada köçəri tayfalar arasında qadın-kişi münasibətləri daha bərabər hüquqlu olub və həmçinin kişilər arasında competition, rəqabət daha az olub. Çünki əgər bir kişi başqa qadınları əldə etmək istəsə, o biri kişilər deyəcək ki, bəs biz. Ona görə onlar daha kooperativ və daha eqalitar olublar. İndi kənd təsərrüfatının yaranandan sonra resurs çoxluğu çıxdı və çox vacib oldu ki, necə edək, biz bilək ki, mənim resursum mənim öz uşağıma qalacaq. Artıq tayfanın yox, ailənin uşağı, nəsil önəmli yaranmağa başladı. Bu da bir innovasiyadan yarandı, kənd təsərrüfatı yarandı. Sonra biz gəlirik, çıxırıq industrial dövrə. Sənaye dövrünə. Sənaye dövrünün də əsas cəhətlərindən biri birdən-birə biz kənd vəziyyətindən çıxıb keçirik şəhər həyatına. Kişilər məsələn sübut olunub ki, sənaye dövrləri əvvəl daha çox ağlayırdılar. Nəyə görə? Hisslərini daha açıq göstərə bilirlər. Çünki sənayeyə sən getməliydin zavoda. Zavodda emosiyalara yer yox idi. Rasionallıq böyük şəkildə təmin olunur ki, rasional qərar verməlisən və kişinin bir prototipi yaranmağa başladı ki, bu ideal kişidir. Və o ideal kişi də onun belə deyək, qərarları qəbul olmalıdır. Çünki o gedir, zavodda işləyir, evə gəlir, qadın da ixtisası uşağa baxmaq, uşağı böyütmək. Ancaq sonra Birinci Dünya müharibəsi oldu və ondan sonra nə baş verdi? Qadınlar zavoda getmədilər, çünki kişilər müharibəyə gedirdilər. Və birdən-birə normal oldu ki, qadınlar işləyə bilər. Yəni ki, zamanımızda olan dəyişikliklər təsir edir seçimlərə. Sizin fikrinizcə qadınların belə aktiv işə cəlb olunmasının səbəbkarı sırf müharibə oldumu? Yoxsa dövlətlərin sırf olaraq solçuların böyüməsi də, biz bilirik ki, Roosevelt gəldi ABŞ-də, ona daha çox vergi lazımdır ki, dövlət aparatını böyütsün, verdiyi vədləri yerinə yetirsin. Bunun üçün o qadınları işlətməlidir ki, onlardan vergi toplasın, bu bir. İkincisi də biznesə bu faydalı idi. Çünki kişilərin sayı azalmışdı. Supply demand, tələb təklif məsələsidir də. Təklif azaldığına görə onlar daha çox pul ödəməli idilər kişilərə. Və daha çox pul ödəməsin deyənə onlara əlavə işçi qüvvəsi lazım. Hansı ki daha aşağı məvacibə gəlməyə hazır idi. Və bunun üzərində də feminizm ideologiyasını qurdular ki, siz evdə oturmayın,
ev quldarlıqdır. Yəni ki, uşaqlarınıza baxmayın, bağçalara verin, məktəblərə verin. Siz də azadsınız. Tək ki gəlin vergi ödəyin və daha aşağı maaşla gəlin zavod və fabriklərdə işləyin. Okay. Sizin fikriniz nədir bu ilə bağlı? Okay. Ona yaxşı məntiqi ardı gələcəyindir. Çünki kişilər qayıdandan sonra müharibədən, qadınlar da ev həyatına qayıtdı. Ancaq onlar işləməyin və azad pul qazanmağın dadını bildilər. Sizə indiki dövrə müqayisə eləsə, bu dəqiqə böyük bir kapitalizmi sual işarəsi altında. Ancaq o dövr üçün qadının pul qazanmağı, təhsil qazanmağı birdən-birə onun üçün şərait yaratdı. İndi belə sual verim. Əgər sizin həyatda ancaq bir seçiminiz varsa, siz o seçimi maksimallaşdırmağa çalışarsınız da. Yəni əgər həyatda sizin seçiminiz ancaq ana olmaq olubsa və uşağa baxmaq olubsa, təbii ki, onu ideal görməlisiniz. Çünki bu insanın həyatda qalma mübarizəsidir. Stockholm sindromu deyə bir sindrom var. Yəni səni əzab verən insana qarşı sənin simpatiyan yaranır. Çünki bizim bu survival mexanizm, həyatda qalma mexanizmidir. Yəni mən əvvəlinə gedərəm, indiki dövrdə çatacağam sizin dediyiniz solçu mövqe və belə alındı ki, qadınlar artıq görür ki, bunun seçimi ola bilər. Sadəcə olaraq sistem icazə vermir və qadınlar təhsil və iş hüququ qazanmağa çalışırlar. Sizcə bir səhv idi. Qadının təhsil və işçi hüququ qazanmağı, öz adına mülk qazanmağı, sizcə bu səhv olur? Baxın, birinci dalğa feministləri götürsək, Mary Shelley, Mary Wollstonecraft, onlar istədikləri bərabər hüquqlar idi. Kişi zorakılığına qarşı qadınların hüquqlarının qorunması idi, təhsil hüququ idi. Bütün bunlar nə verir? Seçim azadlığı verir. Və mən bunun 100% tərəfdarıyam. Yəni ki, hər bir insan, kişi və ya qadın onun seçim azadlığı olmalı. Bu mənim fəlsəfəmdir. Sırf iqtisadiyyatdan gələn, Hayekdən gələn, Misesdən gələn, Friedmandan gələn free to choose. Yəni ki, seçimdə azad olmalıdır. Bəli. Mən razıyam ki, 18-ci, 19-cu əsrlərdə qadının təhsil almaq seçimi azadlığı yox idi. Onun hüquqları pozulurdu. Abusiv ata, ər ya da ki, qardaş falan hamısı vardı. Çox dəstəkləyirəm onların başladığı hərəkatı. Sadəcə bu hərəkat hara gətirdi, çıxartdı. Bu gətirdi 70-ci illərə gətirdi, çıxartdı. Nə vaxt ki, qadınların ana olmaq hüququndan və seçimindən məhrum oldular. Çünki sən vergiləri, kişilərin vergilərini 70%-ə qaldıranda artıq bir kişi evə yetərincə pul gətirə bilmir. Və qadınlar işləmək məcburiyyətində qaldı. İstəyin, mən deyirəm, əgər istəyi olsaydı, ya işləsin, ya da ana olaraq öz ev quruculuğu məşğul, mən bunu tam dəstəklərdim. Deyirdik ki, afərin super sistem yaratmışsınız da, seçim arxitekturası dediyimizdə davranış iqtisadiyyatında ki, qadın istəsə evdə qalar və dövlət kişinin deyək ki, vergilərini azaldır ki, qadın evdə qalsın, uşaqlarına baxsın. İstəsə də gedib işləyər. İşləyəndə də vergilərini normal qaydada ödəyəcəkdir. Bu baş versəydi, mən deyərdim, afərin sizə, çox sağ olun. Niyə görə bu baş verməyib? 70-ci illərdə bu Amerikada, ABŞ-da bu diskussiya var idi. Yəni, evdar qadınlara minimum əmək haqqı ödənirsin ki, onlar uşaqlarına baxsın. Və Simone de Beauvoir, 3-cü dalğa feministlərin anası, o dedi ki, biz qadına heç vaxt bu seçimi verə bilmərik. Çünki biz əgər qadına evlə iş arasında seçim versə, o hər zaman evi seçəcəkdir. Ona görə biz onun seçim azadlığı verə bilmərik. O mütləq gedib işləməlidir. Mənim problemim məhz buradadır. Mən istərdim ki, həm kişinin, həm qadının öz həyatını necə qurmaq istədiyi barədə seçim azadlığı olsun. Fundamenti budur. Amma sən vergiləri qaldır, beyinləri yu, seksual inqilabı gətir. Və ondan sonra deginən ki, indi hamısı azad, heç bir Azərbaycanlı qadının, istər ABŞ-li qadının azad seçimi yoxdur bu günləri. Çünki vergilər hədsiz yüksəkdir. Təzyiq, sosial təzyiq həddini artıqca. Ona görə mən birinci sual verdim sizə ki, siz gəmi kapitanı olmaq istərdinizmi öz münasibətinizdə? Yoxsa siz sərnişin olmaq istərdiniz o gəmidə? Bu sizin dediyiniz gəmi konsepti bir analogiyadır ki, izah eləmək. Çünki gəmi nəyə təsvir eləyir? Gəmi təsvir eləyir medium, bir məntəqədən başqa məntəqəyə həyat etdiyimiz məntəqədir və o gəminin uniforması, o gəmini idarə eləyənin vizyonu, səriştəsi, bacarığı. Məncə ağlı başında olan və məntiq işlədən hər bir qadın deyər ki, əgər bu bir maraqlı bir mənim dəyərlərimə uyğun maraqlı, söhbət maraqlı da gedir, emosional maraqlıq, intellektual maraq, həyat tərzi marağı,
əgər o həyatı mənə olacaqsa, əlbəttə, yenə deyirəm, əlbəttə mən istəyərdim o gəmidə sərnişin olmaq. Ancaq o gəmidə sərnişin olmaq rolu var, passiv sərnişin olmaq. Mənim üçün çox önəmlidir ki, mənim fikirlərim eşidilsin və mən öz təcrübəmdə də görmüşəm ki, mən məntiqi fikrə əslində bəlkə cavan vaxtlarda da deyildi. 20 yaşlarda mən kənar təsirlər dediyimiz azad seçim deyirsə, azad seçim təkcə vergi ilə yox, azad seçim həmçinin fikirləşmə bizə təsir eləyən kənar fikirlərin də təsirindən ki, məncə o təsir altında daha çox idim. Mənim məruz dedim exposure, yəni gördüyüm TV, media, qərbin dəyərləri ilə böyüdüyüm üçün və ev içində də gördüyüm üçün qadın ekonomik cəhətdən daha yaxşı pul qazana bilər, övladına daha yaxşı həyat təsir eləyə bilər. O qadın kapitan rolu olmağa layiq idi. Sadəcə olaraq onun sərnişini, bu söhbət mənim gedir atomdan, çətinlik çəkirdi. Çünki sosial norma, söhbət okeandan gedir. Okean o qədər dalğalı idi ki, bu dalğanı da yaradan insanlar idi ki, bu sən kişi evə çörək pulu gətirməlidir və belə də olmalıdır. Axı niyə elə olmalıdır? Çünki bu belə bir norma şəklində təsir olunur. Kişinin dəyəri yalnız onun ekonomik dəyərindən gedir. Kişilər niyə özlərini belə ucuz tuturlar ki, onların dəyəri ancaq puldan gəlir? Yox, qadınlar kişiləri belə tutur, kişilər özlərini belə tuturlar. Qadınların da fikrini elə bilirsiniz yaradan nədir? Qadınlar da dəyişir. Siz məsələn söhbət gedir ki, bu çoxunluq belə fikirləşir. Ancaq biz görürük ki, qadınlar əslində kompromisə gedirlər. Qadınlar emosional intelligence yüksək olan kişilərlə, baxmayaraq ki, maaşı o qədər yüksək deyil. Mən öz həyatımdan deyirəm, mən gördüyüm tərəfdən deyirəm, xüsusən də iqtisadi cəhətdən uğur qazanan qadınlar var ki, əgər o kişi onun həyatında olan boşluqları doldura bilirsə, o münasibətə, uzun müddətli münasibətə çevrilə bilir. Gəlin sırf sizin şəxsi nümunənizdə və ümumiyyətlə Tarabanın da statistikasında var idi o. Sizdən aşağı daha az qazanan kişi ilə evlilik həyatı qurardınız? Mən özümdən az qazanan kişi ilə mən ailə münasibət qurmuşam, long term relationship. Münasibət başqa şeydir. Münasibət yəni siz nəzərə almalısınız ki, axı xarici biz necə ki Azərbaycan konservativ dəyərlərə malikdir. İnsanlar birinci şəkildə qururlar, evlənmək olur ki, ondan sonra başqa uşaq falan dünyaya gəlsin. Qərbin də öz tanış olma və münasibətlər strukturası var. Birinci insanlar bir yerdə yaşayırlar, onlar finans ev alırlar bir yerdə. Yəni bu olunan şeylər de facto relation deyirlər. De facto münasibətlər olan hüquqi təminatları var. Yəni mən o münasibəti bir de facto münasibət amma alınmadı münasibətiniz alınmadı. Münasibət alınmadı. Ancaq münasibət alınmadı. İndi gəlin əvvəlinə qayıdaq ki, o mən finans cəhətdən ondan daha yüksək səviyyədə idim. Ancaq onun çox böyük potensialı var idi. Yəni potensial dediyimiz intellektual mənim üçün çox önəmli idi ki, intellektual cəhətdən o insan böyük potensiala malik idi və mən belə deyək də öz rolumu o mənada yerinə yetirdim ki, yəni mən sizə razıyam ki, kişilər bir belə deyək də dəstək lazımdır o mənada, kimsə ona inansın və mən ona inandığım üçün Neçə yaşında idi o? O məndən 4 yaş balaca idi, mənim 27 yaşım vardı, onun 23 yaşı var idi. Yəni neçə müddət bir yerdə oldunuz? Biz bir yerdə olduq 3 il yarım, sonra ayrıldıq, sonra bir yerdə olduq yenə. Münasibətlər qazancı sizə o potensial doğrultdumu özünü? Sizdən çox qazanmağa başladı? Bəli, məndən daha çox qazanmağa başladı və finans cəhətdən çox yüksək yerə çatdı və bir investisiya kimi sevinirdim ki, mənim investisiyam, mənim ona inamım həyata keçdi. Ancaq problem harda başladı? Və bu çox önəmlidir. Mən də qadınlara müasir belə deyək də münasibətlərə yanaşan, yəni sevgi deyirik, sevgi kifayət etmir. Biz birimizi sevsə də o sevgi kifayət olmadı. Mən bilmirdim ki, onun mənim işləməyim, işləmə saatlarım və karyera qurmağım ona bu qədər mane ola bilər. Çünki bizim münasibətlərdə mən traditional deyəndə rolu yerinə ənənəvi işləyirdim, ancaq ənənəvi rol olaraq bizə belə bir balans yaranmışdı. Ancaq məndə bir boşluq yarandı ki, mən artıq darıxıram, işimi dəyişmək istəyirəm. Çünki belə deyək də oxumuş insan
və məqsəd yolu olan istəyir ki, həyatı nəyəsə çatsın və bu da problemdir o münasibət baxımından. Çünki münasibətə artıq rəqabət yaranır, münasibətdəki vəziyyətə rəqabət yaranır. Onun da işi çətin olduğu üçün mən də uzun saat işlədiyim üçün belə bir konflikt yaranmağa başladı ki, sən mənə kifayət qədər vaxt ayırmırsan. Və məsələ də ondadır ki, indi burada marriage-ə söhbət gələ bilər ki, mən də belə fikirləşirəm ki, tam inan formalaşmamışdı ona qarşı ki, mənim iqtisadi azadlığım mənim üçün çox vacib idi. O məndən qat-qat çox qazansa da, mənim öz qazanma potensialım var idi və mən bu potensialı məhv etməyi istəmirdim. Çünki ehtiyacım da var nə mənada, yəni özümü sübut etmə ehtiyacı var idi və biz uşaq həyata gətirməyi də planlaşdırmadığımız üçün mən qərara gəldim ki, karyeranı seçmək və belə də alındı ki, biz yola gedə bilmirdik. Yola getmək nə demək istəyirəm? Yəni mən bunu ədalətsizlik kimi görürdüm ki, axı sən karyera quranda mən sənə dəstək olurdum, ancaq mən qurmağa çalışıram və sənin üçün bu bir təhlükədir. Yəni mən onun ideal arzularında olduğu qadın deyildim belə çıxır. Çünki biz təəssüf ki, onu münasibət ərzində başa düşdük. Yaxşı olardı ki, biz ikimiz də bir-birimizi tanıyardıq, münasibətin öncə başa düşərdik ki, onsuz bir-birimizi sevirik, romantik münasibətimiz var, ancaq münasibətlərdə sevgi kifayət eləmir. Münasibətdə lifestyle compatibility deyirlər. Yəni həyat tərzi. Bizim səyahət tərzlərimiz də fərqli idi. Bizim düşüncə tərzləri mənim çox dəyişdi. Məsələn, mənim feminizmi sual altına salmağımda o böyük rol oynadı. Bizim intellektual debatlarımız da çox olurdu. Bəzən mən emosional olaraq özümü ifadə edə bilmirdim, amma bu kömək olurdu ki, mən sual altına alım bəzi inandığım məqamları. Ancaq başa düşürdüm ki, o fikrini dəyişmək istəmir. Yəni məsələ ondadır ki, bu münasibətlər, dünya o qədər sürətli dəyişir ki, və biz qayıdacaq yəqin ki, hansısa müddət, nə cür münasibətlər var. Dünyada çox fərqli münasibətlər formalaşmağa başlayır. Gəlin bir-bir deyək, hansı formalar var? Mən bunun ən yaxşı analogiyasını bilirsiniz necə verə bilərəm? Təsəvvür eləyin ki, sənaye dövründə bir insan bir işə işləyirdi bir ömür boyu. Bu çox böyük bir uğur sayılırdı ki, lifelong employment deyirlər. Həyatı boyu bir işdə işləmək. İndiki dövrə baxaq. Niyə bu qədər seçimli insanlar artıq işdən o qədər fərqli gözləntiləri var? Flexibility, yəni rahat olsun işi, maaşdan əlavə oradakı kompaniyanın brandingi necədir? Oradakı insanlar necədir? Harda yerləşir? Gəlin münasibətə gətirəsiz. Düşünürsünüz ki, bir münasibət ömürlük deyil. Onu demək istəyirsiniz? İnsanlar sübut olunub ki, serious monogamy. Yəni bir insana ömür boyu bağlanmaq. Bilmirəm kim tərəfindən sübut olunubdu. Serious monogamy. Aha. Bu sübut Mən düşünürəm bu yeni şeydir. ideyadır sadəcə olaraq ki, serial monogamy nədir? Sən deyək ki, 5 il 10 il biri ilə yaşayırsan, sonra 5-10 il biri ilə belə baxın monoqamdır, amma çoxlu belə monoqam elə bir ki, serialdır da. Sezon 1, sezon 2, sezon 3. Yəni biz şouya çevirmişik də münasibəti. Şou deyəndə ki, siz inanmırsınız ki, siz özünüz yenə sevəcəksiniz. Yəni siz özünüz də bir münasibətdə olmusunuz və indi deyirsiniz ki, mən bu çox təhlükəli bir ideyadır. Mən düşünürəm ailə institutunu uşaqları bədbəxt edəcək, gələcəyi bədbəxt edəcək bir ideologiyadır bu. Serial monogamy dediyimiz. Məncə insanlar başa düşmür ki, uzun müddətli münasibətlərin çox böyük üstünləri var. Compounding interest deyirlər. Yəni düzgün insan bir yerə partnyorluğa gələrsə, onların əslində yaradacağı və quracağı potensial içində uşaqlar olmaqla, uşaqlarsız da versiyaları var, daha yüksəkdir. Yəni söhbət bilirsiniz, compound olan nədir? Compound olan sizcə dəyəri artan uzun müddətli münasibətlərdə nədir ki, onu dəyərli eləyir sizcə? Mən düşünürəm uzun müddətli münasibətlər qurmaq həddindən artıq çox çətindir. Niyə? Amma bu çoxlu psixoloji, emosional dirənc tələb edir. Gəl investisiyaya qaydaq. Bir var ki, insan traderdir. Gündə oturur, yəni ki, bunu satır, onu alır, bunu alır, satır. Ya da ki, mənim kimi investorlar, mən 30 illik düşünürəm. Mən 20 yaşımda düşünmüşəm ki, mən pensiya çıxanda nə ilə çıxacağam. Və bunun üstünlüyü nədir ki, birincisi artım üzərinə artım gəlir, compounding, mürəkkəb faiz alınır sənin investisiyanda.
İkincisi, sən stresslənmirsən, sən 30 illik plan qurmusan, bilirsən ki, okey, dalğalamalar ola bilər, hansı bir qəşəng qız ya da qəşəng oğlan qarşıma çıxa bilər bütün bu ərəfədə. Və bu, amma sən bilirsən ki, mənim uzun müddətli planım var da. Məsəl üçün Bitcoin çıxdı 2012-də ya da falan hansısa bir yeni bir məhsul çıxdı da. Və onun üzərindən gedərək sən fokusu və diqqəti ayırmırsan uzun müddətli strategiyada. Və kim milyonçu olur, adətən disiplinli şəkildə 30 il ərzində strategiyasına sadiq qalan insanlar. Traderlər, forex-çilər, falanlar, bitcoinçilər ona 95% uğursuz olur da. Yəni ki, və odur. Serial monogami məhz ona gətirib çıxaracaq ki, 95% münasibət çox pis gündə olacaqdır. Ola bilsin ki, onun içində 5% uğurlu bir münasibət qurulacaqdır. Və mən heç vaxtları 95% uğursuz olan bir ideyanı heç vaxt heç kimə təklif etməyəcəm. Dediyimiz gibi bu emerging, həqiqət, truth is emergent, onu Azərbaycan tərcümə etsəm, həqiqət formalaşandır. Xüsusən də bu gələndə münasibətlərə. Mən sizlə razıyam ki, uzun müddətli münasibətlər, mən onu özümdə qeyd elədim ki, onların compound dəyəri artan mövqeyi var, ancaq iki şeyə görə. Birinci, trust, etibar. Etibar münasibətlərin özəyidir və daha uzun müddət bir yerdə olub testlərdən keçəndən sonra o etibar elə möhkəmləşir ki, səndə bir mental stabillik yaranır ki, həyatda başqa eksperimentlər eləyə bilərsən. Birlikdə, tək də ola bilər, ancaq yəni birlikdə tərəfinə də gələcəm, niyə görə birlikdə ola bilər, tək ola bilər, ancaq bir münasibət içərisində Maslow iyerarxiyası kimidir də. Yəni bu foundation qurulur və sənə açır ki, mən başqa tərəflərə gedə bilərəm. İkinci, growth, inkişaf yönümlü olmaq. Yəni əgər o iki inkişaf yönümlü deyilsə, biri inkişaf yönümlü, o birisi deyilsə, sən artacaqsan, ancaq opportunity cost ilə bir şey var da. Yəni sən başqası ilə o daha çox arta bilər. Bu bir real olmuş bir şey. Bu problemdir. Mən razıyam ki, hər ikisi inkişaf etməlidir. Çünki inkişafdan geri qalanda o zaman ailələr pozulur. Yəni ki, amma bu ən az qarşılanan boşanma faizidir. Adətən insanlar boşanır, mənə qaynana-qaynata söhbətinə görə, xəyanət söhbətinə görə, falan söhbətinə görə də çox az şəkildə insanlar oturub deyirlər ki, mən sadəcə inkişafımda çox qabağa getdim, partnyorum isə geri qaldı. Yəni ki, bu nadir hallarda fərqindəli şəkildə Azərbaycan cəmiyyətindən söhbət gedir də. Yəni mənim podkastım sırf bizim millətimiz üçündür də. Yəni Azərbaycan reallıqları nəzərə alaraq. Və biz onlara deyəndə ki, bilirsiniz, gəlin biz də o serial monoqamiyaya girək, hər 10 ildən bir partnyorunuzu dəyişin. Və bundan bilirsən çox əziyyət kim çəkəcək? Qadınlar əziyyət çəkəcəkdir. Uşaq doğdular, 10 ildən uşağın 2 yaşı olacaqdı da, 7, 8, əgər 2-3 dənə uşaqdırsa, başlayacaq 2, 6, 8 yaşında 3 dənə uşaqla qadın tək qalacaq. Nə var kişi qərara gəlib ki, artıq mən inkişafımda qabağa getdim, bizim sevgimiz bitdi və mən gərək başqa bir qadınla olum artıq. Bilirsiniz, bu çox təhlükəli bir idiyadır öz-özlüyündə. Sən cavabdehliyin var, məsuliyyətin var, ailənin qarşısında, qadının qarşısında, uşaqların qarşısında. Onlar boya başa çatmayana qədər, sən qadınına minimal təhlükəsizlik təmin etməyənə qədər, istər maddi, istər mənəvi, əmlak perspektivindən sən heç yerə getməməlisən də. Mənim pozisiyam bundan ibarət. Nə var? Mən başqa bir qadına hisslərim oyanıbdır. Bilirsinizmi problem harasındadır? İnsanların əksəriyyəti, deyək ki, 90%-i daha çox təbii bioloji proseslərlə idarə olunur, nəinki düşünülmüş şəkildə, fərqindəli şəkildə qərarlar qəbul edir. Bu dəyişir. Baxır hansı mühitdəsiz. Yəni biz Azərbaycan mühitində. Azərbaycan mühiti də xaricin trendinə uyğunlaşır da. Siz elə bilirik biz xarici mənəvi dəyərlər bizə uyğun deyil. Xaricdə dediyimiz xaric, ona nəyə görə bəzi ölkələr inkişaf etmiş, inkişaf edən, indi məsələn Çin özü inkişaf edən ölkə sayılırdı, ancaq məhz faktor olaraq nədən söhbət gedirdi? İqtisadi inkişafdan. Ancaq başqa modellər çıxır. Mən deməyim odur ki, Azərbaycan ya özünə, yəni Azərbaycanın psixotipi axı bir qrupla ölçülmür. Azərbaycanda müxtəlif sosial-iqtisadi vəziyyətdə olan, müxtəlif təhsilli insanlar var, müxtəlif dünya görüşlü insanlar var. Siz onları hamısını bir qaba salıb qərar verirsiniz. Nəzərə verin ki, Azərbaycan fərqli
bir hissələrdir. Bu bir hissə düşünür Skandinaviya modelində. Çünki artıq onlar inkişafın elə bir yerinə çatıblar ki, başa düşürlər ki, bu sistem onlara işləmir. Bunlar partnyorluq axtarırlar. Bunlar axtarır ki, oturaq biz danışaq. Onlar emosional özlərini daha yaxşı idarə edə bilirlər. Hisslər, siz deyirsiniz ki, hər şey hisslərdən, biologiyadan baş verir. Sizcə düşünən qadın və əksər insanlar bizim modelimiz olmalıdır. Bəs primitiv insanlar inkişaf eləmir. Onlar da model görürlər. Onlar da məsələn sizə qulaq asırlar. Siz deyəndə ki, bu düzgündür. Siz də oxumuş, reputasiyası olan bir insansınız. Ancaq siz genəllik belə deyək, ümumi danışdığınız üçün siz bəzi insanların fərqli psixotipə uyğun insanların problemlərini adres eləmirsiniz. Sübut olunan odur ki, bu yoldan Amerikada keçib, Skandinaviyada keçib və onlarda artıq düşmə, qalxma baş verdiyi üçün biz yaxşı olmaz ki, onları oturaq araşdıraq ki, bu model artıq burada işləyib, düşüş olub. İsrail götürək. İsrail ailə dəyərlərinə görə əslində bizə yaxın bir cəmiyyətdir. İsrail həm inkişaf cəhətdən çox qabaqdadır, həm doğum cəhətdən inkişaf etmiş ölkələr arasında yəqin ki, bir ölkədir ki, onlarda doğumun sayı yüksəkdir və onun nəyə görə yüksəkdir? Çünki mən orada olanda özümdə, mən orada o qədər kişi gördüm ki, uşaq kolyaskası daşıyan. Bunu mənim atam, anam da qeyd elədi ki, burada bir qadınlar uşağa baxmaq, iş yerlərində belə, ofislərdə uşaqlar üçün bağçalar vardı. Nəyə görə İsrail bunu eləyir? Çünki orada ana olmaq bir statusdur. Sən İsrailli olaraq həyatda qalmaq, yəni survival mekanizmi, sən uşaq gətirsən, sən bizim nəsil davam edirsən. Azərbaycanda bu bir orada başqa bir şey də var. Onların öz köhnə travmaları var. Genosid törədilibdi onlara qarşı. Çoxlu uşaqlar, çoxlu yəhudilər öldürülübdü və onu bərpa etmək üçün onların uzun müddətli proqram var. Mən elə onu baxdım. Fertility rate həqiqətən 2,9-dur. Bu çox yüksəkdir. Amma biz əgər Qərbi götürsək, ABŞ-ni götürsək, istənilən Avropa ölkəsini götürsək, mən nəticə yönümlü bir insanam. Əgər siz dediyiniz kişi-qadın bərabərliyi üstün tutsaydı, deyək ki, Danimarkada kişilər qadınlarına kömək edir, bərabər iştirak edir. Nəticə nədir? Fertility rate nə qədərdir? Yəni uşaqların orta sayı 1,7-dir. 1,7 əslində inkişaf edilmiş ölkələr arasında. Çox pisdir. Çünki 5 nəsildən sonra onlar öləcəklər. 2,1 olmalıdır. Amma ki, inkişaf edilmiş dövlətlərin çoxuna baxanda onlarda əslində o səviyyə cəhətdən yüksəkdir. Düzdür, özünü yeniləyəcək kifayət deyil, ancaq Koreyaya baxsaq, çox qabaqdadır. Baxmayaraq ki, onlar sadəcə olaraq onu demək istəyirəm ki, məsələn, onlarda co-parenting anlayışı var. Bizdə co-parenting anlayışı, yəni bir yerdə valideyn olmaq. Ona kontrakt bağlayır ki, bizdə romantika yoxdur, sadəcə olaraq mən ana olmaq istəyirəm. Vacibdir qeyd etmək ki, orada qadınlar seçimləri haqqında danışıqlar əvvəldən olur ki, mən ana olmaq istəyirəm, yoxsa yox. Siz qeyd edəcəksiniz ki, ana olmaq bizim məqsəd, qadının məqsədidir. Mən ondan razı olmayacağam. Mən demirəm ki, qadının məqsədidir. Mən deyirəm ki, bu dünyanın ölməməsi üçün uşaqlar olmalıdır və hər ailədə ortalama 2,1 uşaq olmalıdır ki, biz stabil qalaq. 2,1-dən aşağı düşən kimi get-gedə nəsil azalacaqdır və heç bir qabaqcıl, feminizmi qəbul edən, partnyorluğu qəbul edən, co-parenting qəbul edən heç bir ölkədə biz heç 2,1 görmürük. Hər yerdə qadınlar daha az uşaq doğurur. Mənim sualım budur. Bunun səbəbi, gəl onun səbəbini əslində anlaşdırmaq üçün, onun səbəbi ona görə deyil ki, qadınlar təhsil alırlar və özlərini inkişaf elətdirirlər. Onun kökündə duran bir şeylərdən biri də belə bir deyim var. Bad times create strong women, bad times create strong men. Yaxşı tərcümə edirəm. Pis vaxtlar güclü kişilər yaradır, güclü kişilər yoxsa insanlar? Kişilər deyəcəm. Pis vaxtlar güclü kişilərdə də quruculuq belə deyək də patriarxalıq dövründə yaşadığımız üçün yəqin ki, biz kişi olaraq onu qeyd edirik. Yaxşı, insan deyək. Pis vaxtlar güclü insanlar yaradır. Güclü insanlar yaxşı vaxt yaradır. Yaxşı vaxt zəif insanlar yaradır. Zəif insanlar da pis vaxt yaradır. Bizim olduğumuz dövr hal-hazırda biz görürük zəif insanların yaratdığı pis vaxtlardır. Bu iqtisadiyyatda da var. Qalxış-düşüş cəmiyyətindir. Sual orası sizin fikriniz. Bunun nə etmək olar? Bunun odur ki, biz bilmirik nə olacaq. İnkişaf etmiş ölkələr, oxumuş qadınlar,
daha çox uşaq dünyaya gətirsin. Mən ona görə İsrailə dedim ki, bu bir statusa dönməlidir. Hal-hazırda siz qeyd edirsiniz ki, surrogat analar, İsrail travmadan çıxış edir. İsrail sırf olaraq status məsələsindən çıxış edir. Onlara daha çox Yahudi lazımdır. Ona görə onlar bütün seçim arxitekturasını elə qoyur. Axı bizdə müasir dövrdə insan lazımdır mesajı yoxdur. İnsan bu dəqiqə əgər fikirləşir ki, robotlar olacaq, süni intellekt yaranacaq, bizim bu qədər insana ehtiyacımız varmı? Əlbəttə ki, deyirsiniz, ancaq biz bilmirik. Niyə görə robotlar burada keyf eləyəcəkdi, restoranlara gedəcəkdi, oturub belə podkast çəkəcəkdi? Niyə lazımdır da bu dünya? Gərək bunların hamısını sonra matritsada kimi bizi sadəcə enerji mənbəyi kimi istifadə edəcəklər. Bəlkə dünyada optimal olaraq 100 milyon insan olmağı daha yaxşıdır. Siz niyə görə fikirləşirsiniz ki, bu milyardlar olmalıdır? Problem orasındadır ki, azala gedir. Yəni ki, ya da hansı bir dərman icad edəcəklər, yenə də elita qalacaqdır. Yəni 100 milyon dollara birdən nəsə salıb sən də 500 il yaşayacaqsan. Siz təbəllüyə qarşısınız da. Əgər insan əgər onun həyata belə deyək, rəqabət aparma gücü zəifləyirsə, bəlkə də o doğrudan da həyatda qalmalıdır. Mən optimist deyiləm. Mən inanıram ki, kasıblar hamısı ölməlidir, qırılmalıdır. Yox, əslində 2 dənə təbəqə bu dəqiqə uşaq doğuşu ilə daha çox məşğuldur. Kasıblar, çünki həyatda qalma mexanizmidir və çox varlı insanlar. Sadəcə düşünürəm kontrasepsiyanı tanımırlar. Yox, kontrasepsiyanı tanıyırlar. Bu dəqiqə accessible-dır. Sadəcə olaraq kasıblarda həyata qarşı o qədər seçim imkanı yoxdur ki, uşaq olmağı onlara bir ümiddir. Yəni bu da həqiqətən də strateji baxımından yaxşı bir mexanizmdir. Çünki sən həyatın onsuz da məhv olub. Yaxşı olmaz ki, yaxşı deyəndə ki, yəni onların uzaq düşüncə, orta təbəqəli insanlar çox uzaq fikirləşdiyi üçün deyir ki, ay demə axı uzağı görə bilmirəm, plan qura bilmirəm ki, mən bu uşağa istədiyim təhsili, istədiyim həyatı verə biləcəm. Uncertainty-dirlər də, yəni qeyri Ruslarda var qoriatuma, həddən artıq ağıllı olduğuna görə bədbəxtdirlər də. Amma biz həmçinin görürük ki, çox imkanlı insanlar, həm də çox imkanlı olma, çox yüksək intellekt olan insanlar çoxlu uşaq dünyaya gətirməyə başladılar. Çünki bu statusa dönüb artıq. Bu bir statusdur ki, əgər bir kişi olaraq sənin çoxlu uşağın varsa, deməli sən onları həqiqətən də yaxşı həyat verə bilirsiniz. Deməli bizdə bəlkə o uşaqlar olur super dizayn uşaqlardır. Hal-hazırda San Fransiskoda da gedir ki, dizayn uşaqlar. Biz dəhşət deyirik, ancaq bəlkə bu insanların həyatda qalmağı üçün, gələcəyi üçün vacib olan bir şeydir ki, biz super insanlar yaratmalıyıq ki, onlar süni intellektlə bilirsiniz necədir vəziyyət? Hayek iqtisadiyyata belə toxunulmasının tərəfdarı deyildi ki, bu canlı orqanizmdə sən bir tərəfdən toxunacaqsan, o bir tərəfdən çıxacaq, bir Allah bilir də. Eyni şeydir uşaq. Yəni ki, indi sekslə də məşğul olmaq istəmirlər. Gəlib bir laboratoriyada uşaq düzəltsinlər də və sən laboratoriya uşaq düzəldəndən sonra nə olacaqdı? Yəni bu təzə bir ideyadır. Black Swan məsələsi də, qara ququşu ehtimalı həddən artıq böyükdür də. Sən bilmirsən nə monster olacaqdı, bədbəxt olacaqdımı bütün bu ilə yoxsa yox. Algernon üçün Güllər kitabı çox yaxşı var. Bir xüsusi bir dərmanı hazırlayırlar və ağılsıza verirlər və o get-gedə ağıllanır və daha da çox bədbəxt olur da ağıllandıqca. Yəni ki, biz təbii proseslərə müdaxiləni mən minimuma salmağı tövsiyə edirəm hamıya. Ya, bilirsiniz, yəni ki, vaksin yaxşıdır, amma 72 dənə vaksin pisdir balaca uşağı vuranda. 11 dənə vaksin vuranda mən bunu dəstəkləyirəm, çünki insan bədəni antizərifdir. Siz axı longevity sahəsində işləyirsiniz. Yəni həyatı uzatmaq üçün texnologiyaya və iynələrə və bu aparatlara ehtiyac var. Çünki həyatı əgər bioloji proseslərə qalsa biz 50 yaşında ölməliyik belə baxanda. Çünki bu evolution onu göstərib ki, insan bu qədər uzun müddət əslində yaşamamalıdır. Ancaq texnologiya bizə o şəraiti yaradır ki, gəlin eksperiment aparaq, gəlin uzun müddətli yaşayaq. Yəni biz gələcək çox sürətli gəlir. Bilirsiniz, problem nədir də longevity məsələsində? Mən uzun ömürlük üzərində fokuslanmıram. Mən cavan qalmaq üzərində fokuslanıram. Çünki uzun ömürlü heç kimə vəd edə bilmirdi. Bu sırf olaraq zarafat yanı bir xatni. Çünki insan qəflətən ölür.
problem orasındadır. Mən ola bilsin ki, çox sağlam cavan qalacağam, amma buradan çıxanda maşın mən vurub öldürəcəkdi. Yəni ki, bu çox ehtimal çox azdır. Siz Black Swan dediniz, qeyd edərsiniz, qara ququşu. Yəni statistika ona görə var ki, əgər həyatımızı hər an öləcək deyə planlaşdırsaq, onda gərək biz heç nə planlaşdıraq. Və məhz o perspektivdən uzun ömürlüyə fokuslanmaq o perspektivdən maraqlıdır. Sən cavan qalmağa çalışırsan və qalanı da buraxırsan kainatın, taleyin, Allahın, Buddanın nəyə inanırsa, yəni ki, ona buraxırsınız ki, mən bugün əlimdən gələni edirəm. Sadəcə əlimdən gələni bir var ki, hansısa testdən keçirməmiş biohacking, mən nə bilim DNT 10 illiklə üzərində insan ya da heyvan üzərində aparılan eksperiment apan, necə ki, bizə mRNA vaksinləri vurdular COVID, yəni ən böyük səhvlərimizdən biri oldu cəmiyyət olaraq, mən onu düşünürəm. Onu eksperiment şəklində sənə vururlar və sən düşünürsən ki, yaxşı olacaq. Pis evangelistlər var. Afərin, çox sağ olun. Gedin öz üzərinizdə yoxlayın. Sizin üzərinizdə eksperimentin yapılmasını dəstəkləyirəm. Amma digər məsələlərdə mən konservativ yanaşmanın tərəfdarıyam. Nassim Talebin Black Swan kitabında ya da Antifragile kitabında onu qeyd edir ki, hərdən nənənizin məsləhətinə qulaq asın, nəinki həkimin məsləhətinə qulaq asın. Çünki nənəniz bunu görübdür, bilib bu soyuq dəyməni daha effektiv şəkildə necə həll etmək olar, nəinki sizin həkiminiz. Çünki sizin həkiminiz protokolla gedir. Bu protokol Allah bir 50 il bundan öncə tərtib olunubdur və o özünü sığortalar. Necə ki, Food Pyramid indi ABŞ-da dəyişirlər. Biz o protokol çıxanda, Fərhad, bu protokol çıxanda bu hamı tərəfindən qəbul olunur. Çünki bu o vaxt üçün ən yaxşı prinsip idi. Biz artıq daha çox data olandan sonra, daha çox araşdırma nəticə verəndən sonra deyirik ki, bu yaxşı işləmirdi. Və doğrudur ki, kommersiya rolları var ki, məsələn, bu elmi araşdırmanı kim fonlaşdırıb, bu kimin marağını oynayır, bu faktorları o vaxt bilmək vəziyyətinə deyildi. Siqaret çəkmək yaxşı hesab olunurdu. Həkimlər də məsləhət görürdü. Ancaq reallıq idi ki, onu siqaret şirkətləri fond eləyirdi. Biz indi fikirləşməli, ümumiyyətlə nə qərar veririksə, fikirləşməliyik ki, mənim yaratdığım proyekt də ondan ibarətdir ki, bizə nə təsir eləyir. Hal-hazırda bizim gəldiyimiz qərarlar bizim göydən gəlmir. Çox vaxt təsirlərdən gəlir və biz deduksiya apararaq, analiz apararaq deyirik ki, bunu da bilirəm və buradan bir nəticə çıxarıram. Çox maraqlıdır ki, biz modellər qururuq, Monte Carlo modeli qururuq ki, bilək ki, marketlər necə işləyir. Ancaq bir dənə model eləmirik ki, görürsən bu münasibət işləyəcək yoxsa yox. O münasibətdə bizim psixologiyamız uyğun gəlir, həyat məqsədlərimiz, hətta deyərdim hüceyrələr belə. Məsələn, ona görə dizayn uşaqlarına mən əslində qarşı deyiləm. Çünki bu böyük bir investisiyadır həyata uşaq gətirmək və sizin də seçiminiz olsa ki, bu uşaq ən yaxşı uşaq olsun, siz o seçimi eləməzdiniz. Eləməzdim. Mən sadəcə sevgi ilə məşğul olardım və nə alınar. Amma Asiya xanıma sual verirdiniz ki, siz brilliant üzük seçərdiniz, yoxsa ki, su seçərdiniz? Sizin cavabınız mənə onun verdiyi cavaba oxşadı. Mənə əslində o şərait olsaydı sizdə, siz super uşağı seçərdiniz. Söhbət gedir atletik cəhətdən yüksək. Ola bilər. Yəni heç kim dəqiq bilmir. Yəni ki, bu nəzəriyyədir ki, bu olacaqdır. Bilirsiniz, problem o ola bilsin ki, atletik tərəfdən çox yaxşı olacaqdır, amma sonra 20 yaşında hansısa bir xəstəlik çıxacaqdır. Mən Allahın işinə qarışmağı sevirəm. Mən də o məsələ də ondadır ki, bir imkanlı insanın şəraiti var ki, o eksperimenti apara bilsin. O təbii uşağın üzərində eksperiment aparmaq, bilirsiniz, insanlar itlərini öyrəşir. İtlər 18 ildən sonra öləndən sonra öz başlarına, saçlarını yolurlar da. Eksperiment elədi uşağı ilə. Çox ağıllı Einstein oldu. Çox yaxşı fiziki nəticələr göstərdi. 20 yaşında da hansısa bir qəflətən gözlənilmədiyi bir şeydən öldü. Məhz onların etdiyinə görə. Kim bağışlayacaqdı özünü? Biri var ki, mən Allahın yolu ilə gedirəm. Mən niyə görə həmişə xoşbəxt insanlar, əgər Arthur Brooks'a qulaq assaz, o deyir ki, bir həyat fəlsəfəsi olmalıdır insanlarda. Bu din ola bilər, bu konfusianizm ola bilər. Hər nədirsə bir həyat fəlsəfəsi olmalıdır insanlarda. Və bu nəsə baş verəndə özünü öldürməməlidir. Sən dizayn edirsən uşağı, təbiətin 200 minlik ya da milyonlarla ki illər prosesinə qarışırsan, bir insan, sən kimsən də bir insan olaraq ki, buna qarışırsan da birincisi olaraq. Qarşı və sonra düşünürsən ki, hər şey yaxşı olacaq. Tək ki, eləsinlər, mən deyim, evangelistlər vacibdir, gedin eksperiment edin uşaqlarınız üzərində. Mən sadəcə bunu heç vaxt eləmərəm. Çünki mən təbiətin işinə qarışmıram. Siz təbiətin işinə qarışmayaq deyirsiniz, ancaq həm də ortada azalan bir doğum məsələsi var. Mən sizdə iki dənə... Doğum azalan məsələsi başqa şey görədir. Sadəcə qadınlar doğmaq istəmir. istəmir. Qadınlar onu eləyə bilər ancaq. İndi təsəvvür edin ki, biz
bir texnologiya çıxsa, bunun adı da var artificial womb. Siz deyirsiniz, qadınlar ona görə doğmaq istəmir ki, onların bədənləri korlanır. Onlar sizin fəlsəfə ilə gedirlər. Mən bu gün həzz alım, mən uzun müddətli düşünməyim. Onlar ona görə eləmirlər ki, mən bədənim nəsə olacaq. Bunu plastik həkimlər doludular da 2 dəqiqənin içində, 2 həftədən sonra get modeldə, podiumda, bikinidə çıxış elə ginəndə. Pulun varsa. Axı o çox böyük investisiya tələb bir şeydir. Güya artificial bunlarda ondadır ki, onu ucuz olacaqdır. Siz iqtisadçısınız axı. Bilirsiniz ki, bir şeyin dəyəri çox aşağı düşür uzun müddət. Gərək bu bir kəşf olsun ki, birinci. Mən düşünürəm ki, əksəriyyət qadın, hər bir qadın öz uşağını ürəyin altında saxlamaq istəyər. Və buradan çağırışım qadınlaradır. Siz necə istəyirsiniz? Sizin uşağınız hansısa bir inkubatorda böyüdürsün, yoxsa ürəyinizin altında böyüdürsün? Bu mənim hipotezamdır. Mən düşünürəm ki, siz ikincisini istəyəcəksiniz, amma siz şərh yazın. Siz indi süni intellektə rəqabət insan istəyirsiniz. Siz təbii doğulan insan istəyirsiniz. Brave New World kitabı var da, geçmişsiniz. Bilirsiniz, orada göstərir ki, anti-utopiyadır da, bildiyiniz kimi. Anti-distopiya janrında yazılıb. O elə bil ki, insanlıq anlayışı da, insanlıq məfhumatı romantikdir. Çünki biz insanıq. Biz insan olmaq qəlbimizdə var. Ancaq məsələ ondadır ki, əgər biz görürük ki, insanlıq belə deyə azalır. Bizim həyatda qalmağımızın səbəbi odur ki, bizim texnologiyalar kəşf eləyib heyvan aləminə hökmranlıq eləmişik. Yəni biz bu dəqiqə bir risk yaranır ki, bizə hökmranlıq eləyən bir qüvvə çıxa bilər. Və bu qüvvənin qarşısında çoxlu insan dayana biləcəksə, fərqi var o gəlir təbii bir vaginadan, yoxsa fərqi var o gəlir? Əlbəttə ki, fərqi var. Mikrobiom fərqi var. Əgər o gəlmirsə, ananın uşağa bağlılığı var, atanın uşağa bağlılığı var. Milyon dənə faktor var. Var, ancaq ki, birinci, üçüncü məsələdə var ki, həyata ümumiyyətlə gəlməyən uşaqlar. Sizin dediyiniz məsələ odur ki, mən ona qarşı, təbii doğuşa qarşı deyiləm. Məsələn, mən də istədiyim şəraitlər olsa, mən əslində istəyərdim uşaq təbii olaraq heç bir təsir olmadı. Ancaq sonra oxuyursan ki, əslində onun böyük təhlükələri də ola bilər. Yəni hər şeydə təhlükə. Bu gün buradan çıxmağın da təhlükəsi var. Biz insan olaraq biz əgər məsələlərə emosional yanaşsaq, hər şey təhlükə var. Dataya əsaslanmasaq, onda necə qərarlar verə bilərik bir insanlıq olaraq? Open your vulnerability, yəni göz qorxularına qarşı getmək, mərd olmaq lazımdır. O qorxular mənə əgər təhlükə yaradırsa nə baxımından, yəni bu doğumda ölüm halları olar. Yəni çox böyük şəkildə ölüm halları olub bu qadınların uşaqları həyata gətirməyinə. Bu tip inkişaf eləməsəydi, tip inkişaf eləməsəydi, sezaryen deyirlər, yəqin ki, C-section doğuluşlar olmasaydı, qadınlar ölümlə üzləşə bilərdilər də. Yəni texnologiya pis bir şeylər gətirə bilir, ancaq yaxşılıq gətirdiyi şeylər çoxdanmaq mənə gəlir biraz ibtidai fikirdir. Bilirsiniz, ifrat dərəcələrə getmək lazım deyil də. Yəni ki, bir var texnologiya ananı maksimum qoruyur doğuş zamanı, ya keysəriyyə, ya da ki normal doğuş perspektivi qoruyur. Yəni ki, uşağı da qoruya bilir. 100% bunu etmək lazımdır. Amma sən götür ginən anadan yumurtacılığı, kişidən spermasını birləşdir, hansı bir inkubatorda orada uşağı düzəlt ginən və sonra ver ginən uşağı onlara. Suraqata da qarşısıdır yəqin siz. Suraqata da qarşıyam bəli. Yəni siz qarşı ola bilərsiniz, ancaq məsələ odur ki, həyata bir uşaq gəlir. Onun antitezisi ola bilər, o uşaq həyata gəlməyə bilər. Həyat pro-choice məsələsinə gedir orada. Mən bu diskussiyanı bir xanımla aparmışdım. O deyir, mən istəmirəm bədənim korlansın, ona görə gedəcəm suraqat ana tutacaq, onunla uşaq doğuzduracaq. Mən düşünürəm, bu nə qeyri-sağlam məntiqdir də. Sənin bədənin korlanmasını Allah bir saniyənin içində belə eləyə bilər ki, sən bədənin korlanacaqdır, tamamilə başqa səbəblərdən. Sən bir dənə uşaq nə var, mən doğacam, təbii prosesə qarşı gedəcəm. Gedim başqa anlatım. Bu bir məsələ, bir var, başqa variantı yoxdur. Amma mən həmişə düşünürəm, başqa variant var. Çünki sən övladlığa götürə bilərsən uşağı. Kim deyib ki, sənin uşağın olmalıdır, səndən çıxan uşaq olmalıdır. O qədər övladlığa sadəcə götürmək uşağın sayını artırmır. Mən ona da tamamilə məsələn şəxsən elə görürəm ki, özümü təbii uşağım olmamağını görürəm. Ancaq mən istərdim ki, başqa uşağa
şərait yaratmaqla individual inkişafa dəstək olmaq. Yəni bu qrup şəklində ola bilər. Yəni uşaqları supermarketdə almayaq da, yəni buna gətirib çıxarmayaq da, zəhmət olmasa. Daha keyfiyyətli, aşağı keyfiyyətli, necə ki Çin malları olur, A kateqoriyası, B kateqoriyası, yəni ki bizim dediyimiz kimi qeyri-normal görülmüş şeylər normallaşa bilər. Mən onu demək istəyirəm ki, biz 20 il sonra bu videoya baxa bilərik və deyə bilərik. Overton pəncərəsi əlbəttə ki, elita, xüsusi o neotexnokratlar elə ona çalışır, ona gətirir ki, biz ümumiyyətlə daim olaraq onlara işləyək hamımız, onlara pul qazandıraq, onlar da bizim üçün uşaqlar düzəltsinlər, bəlkə süni intellektlə, robotla, çiplərlə bir yerdə bizə versinlər, uşaq istəyirsiniz, buyurun götürün, amma siz gəlin işləyin. Gəlin, bu mövzu uzundur. Mən istərdim ki, biz biraz tanışlıq perspektivindən praktiki məsləhətlər verək də, siz çox araşdırmısınız. Qadın və kişi onlayn tanış olsunlar, yoxsa gedib real görüşdə, kafedə, restoranlarda, küçədə tanış olsunlar? Sizin fikriniz? Marketplace-dir də, yəni tanış olma özü bir bazardır. Sən iki də agent gəlir və məqsəd nədir? Bir-birini tanımaq. Bunun üçün nə qədər mümkünsə çox şərait yaratmaq lazımdır. Əgər söhbət saydan gedirsə, sən onu yarada bilərsən hansısa kafeyə getməklə. Sadəcə olaraq kafedə və əgər bahalı kafeyə gedirsinizsə, deməli bu siqnal odur ki, bu insanın imkanı var. Yəni onu elə ki tik eləmiş olsan, ancaq onun daxili aləmindən etc. xəbərin olmur və nə tələb olunur, sən vaxt keçirməlisən. Online datingin gətirdiyi belə bir şey oldu ki, birdən-birə insanlar yan-yana olmadan, bir kafedə olmadan tanışmaq imkanı qazandılar və hətta danışaraq bir-birlərinin intellektual səviyyəsindən falan heç hər üz-üzə gəlmədən xəbərdar ola bilmiş olurlar. Mənim üçün Avstraliya köçəndə 2014-cü ildə yeni bir şeydir və mən onu çox sevmişdim. Çünki mən yeni bir ölkədəyəm və mənim tanışlıqlarım çox deyil. Mənim networkum elə də böyük deyil. Mənim üçün bu bir fürsət oldu. Ər tapmaq olur orada. Ər tapmaq məsələsinə qalanda siz dediyiniz rəsmi evlənmədən gedir. Ər tapanlar da var, long term relation tapanlar da var. Yəni əlbəttə bu statistika olaraq bu dəqiqə tanışlıqların çoxusu dünya üzərində onlayn gedir. Azərbaycanda bu yoxdur, çünki bizim milli mənəvi dəyərlərə uyğun gəlmir. Bizim professor Galloway var, onun bir statistikası var ABŞ-də. Bir kişi bir dəfə date-ə getmək üçün 1000 dəfə swipe etməlidir. Cəmi bir dəfə. O datingin sonrasına gələcəm. Yəni ki, ona görə mənə maraqlı idi ki, real olaraq nəsə qadın olaraq ya daha sonra kişi perspektivindən siz qadınsınız da sizə daha rahat olacaqdı da orada məşğul. Bunun problemləri necə çıxdı? Yəni biz təzə texnologiya çıxanda bilmirsən, innovativ gəlir, əla gəlir və hal-hazırdakı dövrdə görürük ki, online dating effektivdir, ancaq hər adama işləmir, çünki bu belə bir problem yaratdı. Seçimlər çoxluğu və yeni bir konsepsiya yarandı ki, insan da təbiətində təbii elədi ki, mən daha yaxşısını əldə edə bilərəm, daha yaxşısı və it's one swipe away, yəni bir dənə swipe uzaqlıqda. İnsanların səbir anlayışı qadınlarda yoxsa kişilərdə? Hər iki tərəfdə. Çünki qadınlar yönlənirlər top insanları, demək alqoritmlər belə bir qeyri-bərabərlik yaradır sistemdə. O göstərir qadınlara daha çox arzu olunan kişiləri və təbii olaraq top 10 kişinin çox böyük bir access olur. Yəni əli çatır qadınlara və bu belə bir illüziya yaradır ki, qadınların sadəcə o kişilərə əli çatmağı onlarda belə bir illüziya yaradır ki, onlar onu əldə ediblər. Amma ki, reallıq odur ki, belə işləmir. Arzu olunan kişilərin də seçimləri çox olduğu üçün onlar evlənmək istəmirlər. Çünki niyə mənim seçimlərim çox olduğu halda evlənim? Və belə bir seçim yaranır. Qadınlar deyir ki, mən artıq, məsələn, mən şəxsən on dating 9 aydır appdən istifadə eləmirəm. Mən sadəcə mühitimi də dəyişdim. Yəni başqa yerə köçdüyüm üçün və orada mən şəkildə fikirləşən insanlar olduğu üçün ehtiyac da yox idi. Çünki söhbət əgər tanışlıqdan gedirsə, tanışmaqdan gedirsə, ideal hal-hazırda mənim üçün özünə uyğun insanların olduğu mühitlər tapmaq. Sən insan olaraq necə insansansa, o suala artıq özün cavab verməlisən. Sadəcə olaraq biz özümüzü qablara qoyuruq da. Məsələn, mənim arzu etdiyim istəklərim hər halda kənardan gələn təsirlərdən də formalaşır. Ola bilsin ki, bu sizin təsirinizdir, ola bilsin bu təsiridir, başqa bir izlədiyim, mənim uyğun gələn, mənim həyat trayektoriyama uyğun gələn. Ancaq yenə də problem. Məsələn, mən belə deyək də, bu cəmiyyətdə
yeni köçdüyüm məktəbdən söhbət gedir. 18% qadın və 82% kişi disproporsiyadan söhbət gedir. Bu çox böyük, yəni bu yeni bir cəmiyyət olduğu üçün network school-dan söhbət gedir. Birdən-birə kəskin böyük bir diqqət ətrafına düşürsən, yəni nəzərə almaq lazımdır ki, qərb düşüncəli bir yerdir və siz bir yerdə yemək yeyirsiniz, bir yerdə işləyirsiniz, bir yerdə yəni çox tanışdıq. Mən elə ki istədiyimin ekstrem versiyasına düşmüş oldum və birdən-birə belə bir şərait yaratdı ki, siz vaxt keçirtməyə, yəni bu insanla danışırsan, həmən insanlar deyir ki, aha, sizin aranızda nəsə var. Sizin aranızda nəsə var. Biz platonik münasibətləri geri qaytarmalıyıq. Mənim əziyyət çəkdiyim odur ki, kişilər çox xüsusən də qərb kişiləri çox qısa zamanda intim münasibət gözləyirlər. Yəni Azərbaycanlı kişilər elə deyil. Azərbaycanlı kişilərlə münasibətim olmadığı üçün deyə bilmərəm, ancaq konservativ belə deyək patriarxal münasibətli cəmiyyətlərdə qaydaları cəmiyyət qoyur. Yəni kişi bilir ki, qadın ona həmən intim münasibət saxlamamağı o demək deyil ki, o arzulanan deyil. O deməkdir ki, cəmiyyətdə bu normal sayılır. Amma qərbdə onu eləyəndə kişidir ki, məni bəyənmir. Başa düşürsünüz nə demək istəyirəm? Onda belə bir zərbə yaranır ki, mən onu əldə etməliyəm. Yəni seksual əldə etmə çox böyük bir o keçir olur əsas düşüncə, məqsəd olur və bu bir disproporsiya yaradır. Çünki sən tanış olmaq istəyirsən, xüsusən də elə bir cəmiyyətdə ki, başqa insanlarla bir yerdəsən və mən arzu elədim ki, kəşki biz Viktoriya dövrünün courting deyirlər də, anlayışı qaydardı ki, sənin uxajorlar deyirlər də olur və sən bu normaldır, ancaq biri ilə danışırsan o demək deyil ki, sən onunla intim münasibətdəsən. Yəni mən gözümə qarşıda gördüm ki, mən ekstrovert insan olduğum üçün, insanlara genəldə marağım olduğu üçün insanlar məni başqa insanlara deyir ki, sən görürsən, bununla görürsən, onunla görüşürsən. Halbuki bu düzgün deyildi. Yəni platonik mənim indiki hazırdakı məqsədim ətrafında mümkün qədər xarakterinə uyğun gələn, həyat tərzinə uyğun gələn insanlar ətrafımda olmağı və dost yönümlü başlayıb onun münasibətə çevrilməyi. Yəni romantik baxımdan yanaşmaq istəmirəm. Təbii ki, romantik cəhətdən cəzb olmaq istəyirsən, ancaq həyat tərzləri uyğun gəlmirsə, həyat baxışı uyğun gəlmirsə, yəni o bilirəm ki, artıq mən başıma gəlib deyə bilirəm ki, o dönüb uzun müddətli münasibət olmayacaq.